Brawl Talk Family-də hamınız xoş gəldiniz. Bugünkü Tolga Meydan, bəli, bu mövzunu Starcraft'ın rəqəmsal şəbəkələrinə sızdırır. Qarşınızda tamamilə kiberpunk tərzində olan yeni mövzumuz Neon Hack və söz verdiyimiz kimi yanında parkın ən hiləgər hackeri var. İzmə mənzili tamamilə doğrudur. Tolga qarşılayın yeni karakterimiz Byte. Bu sevimli amma təhlükəli yenot rəqiblərin sistemini alt-üst etməyə gəlir. Üstəlik kiber geyimləri ilə parıldayan və robotik zirhi ilə göz qamaşdıran Neon Chrome Leon da bu yeniləmədə bizimlə olacaq. Brawl Talk'un ən heyecanlı av-havası tam giriş etdirmək üçün əla bir idi. O zaman kamera yenidən Tolga'ya və komandaya qayıdır. Neon Hack mövzusundan davam və gələcək digər mövzu üçün yeni kostümlər təqdim olunur. Tolga Meydan, bəli, rəqəmsal dünyadan biraz uzaqlaşıb təbiətin və qaranlığın dərinliklərini indirir. Qarşınızda növbəti mini mövzumuz Mystic Forest və təbii ki, hər iki mövzunun üçün inanılmaz kostümlər var. Neon Hack mövzusunun digər kostümləri Hacker Piper əlindəki çətiri rəqəmsal lazer tüfəngi ilə çevrilir. Hər vuruşunda arxasında kod sətirləri buraxır. Cyber Samurai Kenji ənənəvi qılıncı işıqlı neon katana ilə əvəzləyir. Süper gücünü istifadə edəndə yerdə hacker logosu yaranır. Programmer Mo, balaca sıçanımız bu dəfə mekanik qazma maşınına ana plataya bənzər bir dizaynla idarə edir. Mystic meşə mövzusunun kostümləri Qara Sihirbaz Cordelius, meşənin qoruyucusu bu dəfə neon bənövşəvi rəngdə cadugar papağı və sehirli əsası ilə rəqiblərin qaranlıq diyarına göndərilir. Woodland El Primo tamamilə ağac budaqlarından və qədim daşlardan düzəlmiş zirhi ilə ringin maskalı qəhrəmanı. Süper gücü ilə tullananda yerdə yarpaq effektləri çıxır. Secret Fox Melody ətrafında fırlanan notlar bu dəfə kiçik alovlu tülkü ruhlarına çevrilir. Bu kostümlər hamısı xüsusi effektlər və xüsusi qalibiyyət animasyonu ilə birlikdə gələcək. Bəs sizin ən çox bəyəndiyiniz hansı oldu? Şərhlərdə qeyd edin. Bu Brawl Talk'luq bu qədər. Bəyəndiniz, bəyənməyi, abunə olmağı unutmayın. Sonraki Brawl Talk'da görüşərik. Sağ olun, salamat qalın.